Azərbaycanın quru sərhədlərinin nə vaxt açılacağı ilə bağlı müzakirələr davam edir və mövzuya münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasının əsas səbəbi milli təhlükəsizlik məsələləridir. Onun sözlərinə görə Rusiya-Ukrayna müharibəsi və yaxın şərqdəki gərginlik fonunda mövcud təhlükəsizlik şəraiti nəzərə alınır. Deputat qeyd edib ki, Ermənistanla sülh sazişinin imzalanması regionda nəqliyyat əlaqələrinin genişlənməsinə müsbət təsir göstərə bilər. Bununla belə Rusiya və İran istiqamətində quru sərhədlərinin açılması həmin regionlarda təhlükəsizlik vəziyyətindən asılı olaraq qalır. Deputat həmçinin xatırladıb ki, Azərbaycan və Gürcüstan arasında beynəlxalq sərnişin qatarının hərəkəti artıq bərpa olunubdur və onun sözlərinə görə Azərbaycan və Rusiya arasında gömrük və dəmir yolu qurumları arasında yük daşımaların və sərhəd infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılsa da, sərnişin daşımalarının və ya quru sərhəd keçidinin bərpasına da rəsmi qərar açıqlanmayıbdır. Bəzi ekspertlər isə hesab edirlər ki, regionda davam edən hərbi siyasi gərginlik uzun müddət davam edərsə, Azərbaycanın quru sərhədlərinin bağlı qalması 2030-cu ilə qədər uzana bilər. Bununla belə bu yalnız ehtimal xarakterli qiymətləndirmədir və rəsmi proqnoz hesab edilmir. Qeyd edim ki, hazırda Azərbaycan hökuməti quru sərhədlərinin açılması ilə bağlı yeni qərar elan etməyibdir və xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-nədək uzadılıb.